Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan Şirvanşahlar dövlətidir. Gəlin başlayaq. Deməli, birinci sualda baxırıq ki, deyir Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə salmış dövlətlər hansılar idi? Bilirik ki, Azərbaycan 10-cu əsrdə vahid dövlətdə birləşdirilmişdi, həm Sacilər, həm də Salarilər tərəfindən. Şirvanşah da şimalda yerləşirdi. Rəvvadi cənubda idi deyə bu aid deyil. Saci Salari cənubda yaransa da, vahid halda birləşdirirsə, deməli həm şimallı, həm də cənubi vahid halda birləşdirmişdirsə, Şirvanşahlar da onun tərkibində gedir. Deməli, Şirvanşahları özündən asılı vəziyyətə salıb Salarilərlə Sacilər. Şəddadinin özü sadəcə şimaldaydı, yəni heç kimi tabe etməmişdi. Amma məsələn, Əbülfəz Şabir Şirvanşahlarla müharibələr aparmışdı. Səlcuqlar isə Şirvanşahları asılı vəziyyətə salmışdı, amma 10-cu əsrdə yox, 11-ci əsrdə. Ona görə də 2-3 düzgün cavabdır. 9-10-cu əsrlərdə Azərbaycanda feodal dövlətlərin yaranmasının səbəblərinə aiddir. İri feodalların mövqeyinin zəifləməsi yanlışdır. Çünki iri feodalların əksinə mövqeyi güclənir və hökmdarların fəaliyyəti zəifləyir. Əmtəə pul münasibətlərinin inkişafı yaxşıdır. Yəni burada niyə dövlət, yəni ərəb dövləti zəifləmiş olsun ki? Daha sonra feodal münasibətlərin zəifləməsi yox, əksinə güclənir. Natural təsərrüfatın ləğv olunması hələ indi deyil, feodalizmin son dövrlərindədir. Əyalət canişinlərinin müstəqilləşməsi, bu dediyim, feodallar yəni müstəqilləşir və artıq təkbaşına idarə edib dövlət yaratmağa başlayırlar. Bunun nəticəsində də Şirvanşah, Saci, Salari, Rəvvadi, Şəddadi dövlətləri yaranır. Abbasiyə xilafətin zəifləməsi nəticəsində Azərbaycanın şimal-şərqində yaranmış dövlətin paytaxtlarından biri Şamaxı, yəni 2. (918-ci ildə Şirvanşahlar dövlətinin paytaxtı olmuş şəhər yenə Şamaxı, yəni 2. B variantı. Məntiqi ardıcılığı müəyyənləşdirək, xilafət zəifləyir, iri feodallar müstəqilləşir və yeni dövlətlər yaranır. Onda A variantı düzgündür, müstəqil dövlətlər yarandı. Məntiqi ardıcılıq, işğal olunmuş ərazilərdə ərəb əsarətinə qarşı azadlıq mübarizəsi, məsələn, Xürrəmlər hərəkatı. Sonra xilafət zəifləyir və sonda müstəqil dövlətlər yaranır. Yəni o dediyimiz 5 dənə feodal dövlət Şirvanşah, Saci, Salari, Rəvvadi, Şəddadi. Məntiqi ardıcılığı müəyyənləşdirir, ərəb xilafəti zəifləyir, müstəqil dövlətlər yaranır. Müstəqil dövlətlər yarandıqdan sonra da feodal dağınıqlığı dövrü başlayır. B variantı düzgündür burada. Çünki artıq dövlətlər parçalanmış olur da. Azərbaycanda neçə dənə dövlətlər yaranmış olur. Şimali, cənublu, məsələn, bir tərəfdə Şirvanşah, bir tərəfdə Şəddadi, birində Rəvvadi, onlardan əvvəl Saci, Salari, yəni neçə dənə dövlətlər yarandığına görə buna feodal dağınıqlığı dövrü deyilir. Yəni hər hökmdar öz xırda ərazisini idarə etmiş olur. Şirvanşahlar dövləti və Fransa krallığının tarixinə aid ümumi cəhət eyni əsrdə yaranmışdır. Fransa krallığı bilirik ki, 843-cü ildə Verdi müqaviləsi nəticəsində, Şirvanşahlar dövləti 861-ci ildə. 859-da Məhəmməd İbn Yezd öz iqamətgahını köçürmüşdü Gəncəyə, yəni 5. (10-cu əsrdə Şirvanşahlar dövlətinin paytaxtı köçürüldü Əbutahirin dövründə Şamaxıya, yəni 1. 988-də Şirvanşahlara birləşdirildi Dərbənd, 2. 9-10-cu əsrlər Azərbaycan tarixçisi Sədiyevdir. Monqol yürüşləri ola bilməz 13-cü əsrə aiddir. Feodal münasibətlərin yaranması 3-cü əsrdir. Tiflis müsəlman əmrliyin ləğv olunması, deməli 12-ci əsrdə bütün ölkədə sabitliyin yaranması, xarici müdaxilələrə bir dəfəlik son qoyula bilməz heç vaxt. Həmişə Azərbaycana, məsələn, elə 10-cu əsrdə Slavyanlar yürüş eləmişdi. Ona görə bir dəfəlik son qoyulmur heç vaxt. Qədim dövlətçilik ənənələrinin dirçəlməsi isə yeni dövlətlərin yaranması ilədir. Yəni, məsələn, Şirvanşahlar yarandı deyə əvvəllər Manna, Atropatena, Alban yaranmışdı. Sonra onlar dağılandan sonra dövlətçilik ənənələrimiz dağıldı. Amma yenidən dirçəldi yeni dövlətlər Şirvanşah, Saci, Salari, Rəvvadi, Şəddadinin yaranması ilə. Şirvanşahlara aid deyil, Slavyanların yürüşünə məruz qalıbdır 910-cu ildə, məsələn, Sara adasına yürüş.
Məziyyətlər sülaləsi tərəfindən yaradılıb, bəli, 861-də. Şamaxı dövlətin paytaxtına çevrilib Əbu Tahirin dövründə. Dərbənd hakimliyinin asılı hala salınması da aiddir buna. Məsələn, deməli, demişdik ki, Şirvanşahlara 10-cu əsrin 80-ci illərində bir sıra ərazilər daxil idi. Həmin ərazilərdən Dərbənddir, Bərdədir, Qəbələdir, Şəki, Sanariya, Tabasaran, Şabran bu ərazilər tabe edilmişdi. İlk paytaxtın Bərdə olması, xeyr, ilk paytaxtı Şirvan olmuşdu. Ona görə Y düzgün variantdır. Şirvanşahlar dövlətinə aid deyil, məziyyətlər tərəfindən yaradılıb, aiddir 861-də. Paytaxtı Şamaxı olub, düzdür. Əbu Tahirin dövründə Məhəmməd İbn Yezid öz iqamətgahını Gəncəyə köçürüb. Bu yanlışdır, çünki Şirvanşahlar dövləti deyildi onda. Məhəmməd İbn Yezid öz iqamətgahını Gəncəyə köçürməsi 859-dur. Şirvanşahlar isə 861-də yaranıb. Dövlət məsələsinə görə yanlışdır. Müəyyən müddət Salarilərdən asılı olub, bəli. Mərzban İbn Məhəmmədin dövründə əsasən Azərbaycan şimal torpaqlarında qoyulması, bəli, şimal-şərqdə yaranmışdır. Şirvanşahların yaranmasının tarixi əhəmiyyəti Azərbaycanın dövlətçi yiyənlərinin bərpa olunması, Mannadan, Atropatendən, Albaniyadan sonra yenidən dövlətçi yiyənlər bərpa olunmuşdur. Hakimlər sülaləsi tərəfindən idarə edilən 988-də Şirvanşahlara birləşdirilən Dərbənd, yəni 1. Eylervin diaqramına əsasən uyğunluq. Xəzər dənizində Azərbaycan gəmilərinin üzməyə başlaması Salarilərə aiddir. Dərbəndin ələ keçirilməsi. Dərbəndin ələ keçirilməsi, deməli, Şirvanşahlara da tabe edilibdir. Sacilərdə, Salarilərdə. Çünki Saci ilə Salari bilirik ki, bütün Azərbaycanı vahid halda birləşdirib. Ona görə Dərbənd də onun içində gedir. Şirvanşahların özü də 988-də Dərbəndə ələ keçirmişdir. Məziyyətlər Şirvanşahlara aiddir. Rey şəhərinin Samanilərdən alınması Sacilərə aiddir. Mərzban İbn Məhəmmədin qanunnaməsi də Salarilərə aiddir. Cavab olur 1D, 2D, 3A, 4-də B variantı. Azərbaycanın 9-10-cu əsr tarixinə aid deyil, Səlcuq dövlətinin tərkibinə qatılması təbii ki, çünki bu 11-ci əsrdir. Əhalidən nal bahası vergisinin alınması da Səlcuqlar dövrünə aid olduğunu 2-də götürürük. 12-ci əsrə aiddir. Dövlətçi yiyənlərinin bərpası aiddir də, dedik 861 Şirvanşahlar olsun və yaxud da 941 Salari olsun. 9-10-cu əsrlər eləyir. Dərbənd səddinin təmiri də həm Şirvanşah, həm də Saciyə aid olduğuna görə 4-ü də atıram, cavab olur 1-dən 2. Dərbənd əmirliyinə aid olanları müəyyənləşdirək. 10-cu əsrin 80-ci illərinin sonunda, yəni 988-də Şirvanşahlara birləşdirilib, bu düzgündür. Şəddadilərə tabe edilməsi məsələsi yox idi. Ərəb mənşəli feodal nəsil tərəfindən idarə olunması, bəli, bu da düzgündür. Dedik, Haşim İbn Suraka, Haşimlər sülaləsinə aid idi, bu da ərəb mənşəli idi. Cəfərlər sülaləsi isə Tiflisə aid idi, 4-də atıram. Cavab olur 1-dən 3. Şirvanşahlar dövlətinin tarixinə aiddir. 9-cu əsrin 1-ci yarısında yaradılıb, xeyr, 2-ci yarısında, 861-də. Azərbaycan şimal-şərqini əhatə edir, düzdür. Türk müsəlman sülaləsi tərəfindən şimalda yaradılıb, xeyr, ərəb sülaləsi tərəfindən, türk yox. Saci Salari dövlətinin asılı halda olub, çünki Saci Salari Azərbaycan vahid halda birləşdiribsə, təbii ki də şimal ərazisi, yəni Şirvanşah da onun içində gedir. Xəritədə ulduzdan verilmiş şəhərin erkən orta əsrlər tarixinə aid xüsusiyyətlərini müəyyənləşdirək. Burada Bərdə şəhərindən söhbət gedir. Deməli, 8-ci əsrin əvvəlində Qafqazdakı ərəb zanişinliyin iqamətgahına çevrildi. Qafqazdakı ərəb zanişinliyin iqamətgahı əvvəlcə Dəbili idi, 8-ci əsrin əvvəlində isə Bərdiyə çevrilir. Yəni 705-dən sonra. Ona görə biri götürürəm. Arranın baş şəhəri idi, bəli. Azərbaycanın ikinci liman şəhəri hesab olunmur. Azərbaycanın liman şəhərləri Dərbənddən Bakı idi. Sacilər dövlətinin paytaxtının olması isə Maraq ilə Ərdəbilə aid olardı. Ona görə bunları da atıram. Cavab olur 1-dən 2. Xəritədə ulduzdan verilmiş 9-10-cu əsrlər, 9-11-ci əsrlər tarixinə aid xüsusiyyətlər müəyyənləşdirək Dərbəndin. Deməli, baxırıq, müəyyən müddət hakimlər tərəfindən idarə edilmişdir, düzdür. Yəni, 869-cu ildə Dərbənd əmirliyi yaranır Haşim bin Suraka tərəfindən. Biri götürək, 10-cu əsr 80-ci illərdə Şirvanşahlara tabe olunub, bəli, 988-ci ildə. Monqollar tərəfindən tutulmuşdur, Rəvvadi əmirliyinin mərkəzi olmuşdur. Bunlar da yanlışdır. Rəvvadi cənubdadır, Monqollar tərəfindən də 11-ci əsrdə ola bilməz. Monqolların özü 13-cü əsrdə yaranır. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanalıma abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın.